Və yeni bir Car Simulator 2 videosu hər kəs salamlayıram bu günləri. Və keçən videoda güncəlləməyə baxmışdıq. Güncəlləməni incələmişdik. Ondan güncəlləməyə girə bilsək, orada da güncəlləmə. Hə, gördüyünüz kimi 9 dənə şey gəlmişdi. 9 dənə belə şey gəlmişdi. Kağız kimi şey gəlmişdi gördüyünüz kimi. Vərəq kimi şey gəlmişdi, baxırdıq hamısına. Və gördüyünüz kimi 7-ci yerdə 7-ci vərəqə gördüyünüz kimi çifri var. Yeni Nesinlər adlı bir dənə çifri ev var. Araşdırıb baxdım YouTube'da, nə bilim Google'da baxdım. Gizemli bir yerdir. Biz də gedək indi baxaq görək. Siz də ev almamışdan əvvəl videomuza like atmağı, kanalımıza da abunə olmağı unutmayın. Tamam gedək. Bu maşınla gedək. Toyota Land Cruiser nədir? Bunu çəkəcək, önce bunu götürdüm. Bundan qapını bağlayaq, garajdan çıxaq. Hələ öyrədir elə bil. Görün. Hafıza getdik. Kabul et. Yəni şimdi burada ağaclı zatlar da var. Biz getdik. Evimiz şeydə off-road ərazisində olmalıdır. Getdik biz off-road ərazisinə. Burada maşınlar zatlar olmalıdır. Gedək. Biz bir off-road ərazisinə gedək görək orada. Maşın oradadır. Maşın demək evi görək oradadır. Of. Nasıl metr uçduq? 54 metr uçduq. Rol rahat dönmür elə. Can buradan uçaq dostlar. Maşın çıxması qabağımıza. Onsa bu tərəfdən gedir. Oy, ho. 200 metr çapları. Of, 178 metr deyim, 178 yəni. Nə problem, 178 oldu getdik. Etsən sürək. Getdik. O içində rahat görsəm bilir. Ha, qabaqdan girəcəyik də o şey off-roadın içinə. Yəni off-roadın içində də yəni. Of uçuyorum, getdik. 7.2 metr uçduq. Amma burada qəpi var ha, toplara nəsə başımdıq. 196 yeni rekor qırdıq burada. Qırmağına qırdıq, bizim yerimiz oradadır. Burada bir dənə garaj var. Prosto mən bu əvvəldən var idim, yox idim burada. Desən var idi əvvəldən. Prosto elə bir dənə evimizə baxaq. Mənə gələn güncəlmədə də ev gətirməlilər. Ehtiyatda saxlayaq burada. Hadi baxın, evimiz buradadır. Birinci gəlin burada drone-la baxaq. Görürsünüz ki evimiz buradadır dostlar, baxın. Yəni belə görsən o bir şey. Buradan çıxaq bir dənə xəritədə görürsünüz ki burada görürsünüz. Buradan çıxaq, buradan gedirik. Sinyal verək. Çık. Bu arada burada yolda şey olur. Çıxanda baxın yavaş gedir. Baxın sürətə bir dənə baxın yavaş gedir. Belə bir problem var yəni. Bax görürsünüz kimi 250 minədir. 4 dənə də garajı var. Bunu drone-la baxaq. Ev görürsünüz ki baxın belədir. Burada da şey var. Yəqin garajı yəqin buradır. O şeydə nə idi o? Güncəlmə videosunda demişdim yəqin 1 belə, 2 belə, 3 elə, 4 elə yəqin elə demişdim. Garajı qoymaq olur. Gizlənimiz baxın dostlar buradadır. Heç nə yoxdur burada, rahat. Allah, məzələnmə. Facecam bir dənə o tərəf atdım. Allah, bu nədir? Nəsə görürsünüz, elə bil. Aydın deyilsə burada, baxın, Momo görsən elə burada. Momo görsən elə burada. Sən öl deyən Momo görsən burada. Məzələnmə, onda mən bu evi almıram, rahat. Heç almayaq heç. Qorxuram, bir dənə telefon azazı gələr Momo. Qorxuram ola. Nəsə can Allah bir dənə. Evi bir dənə alaq, evin içinə da baxaq bir dənə. Bir dənə gedək sonra təzədən bura gələk. Evin, hə, aldıq. Evi aldıq, garaj oradadır. Görüm dediyim kimi, 4 dənə yer göstərir amma. Amma qəşəng şeydir, qəşəng yerdir bax. Maşınları belə park edirsən də. Bax belə düppət, bax belə. O çox qəşəngdir amma. Gəlin maşından düşək gedək. Bu görüm. Bağlandı, qapıda bağlanmış. Bağlamaq olur bunu. Görün bağlanır. Ha, bağlanır. Nəsə getdik. Facecam'da aşağı eləyim. Qapı açılır. Qorxuram, Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Privet Kagdela. Kagdela, privet. Privet. Sən kimsən, brat? O, bu nədir ola? Bu xərt sənmiş demək istirdim. O, evin içində drone açmaq olur. Məzələnərsən, evin içində drone açmaq olmur. Yox, maşının içində açmaq olur.
Deyirəm evin içində drone açmaq olmur. Qorxdum. Buradan çıxaq yuxarı. Niyə çıxmaq olmur ola? Məzələnmə. Abi necə baxacaq biz o mumaya? Abi bir dəqiqə dostlar, maşını şeyə gətirək. Bura içəri tərəfə gətirək bir dənə maşını. Sizi necə istəyirəm? Evin içindən baxaq. O üst qata evin içindən baxaqdır onunla. Görək o pəncərə yanan mumma görək oradadır. Qoşuq çıxdıq ha qarajın, sağlıqya baxmadıq. Nəysə bir dənə evin yanına, buradan açmaq oradır onu. Maşını qoy elədiyim qədər qoy çox yaxınlaşdırım evə. Drone rahat baxaq da. Maşın buradan girmir içəri. Onda buradan baxaq. Prosta inşallah rahat girər də evin içə. Girmir, məzələnmə. Girir. Burada ağır işlədən var belə drone-la. Prosta gərək. Gözə görüm. Ay zibil. Amma yuxarı çıxmaq olmur. Tək problem ondadır, yuxarı çıxmaq olmur. Biraz da söhbət etsin. Aşağı tutsansa yuxarı da çıxdı. Çıx. Biraz qabağa get. Çıx, bura çıx yuxarı. Dedi belə get. Çıxmır, drone-la çıxmır. Burada nəsə böyle bir problem var, drone-la çıxmır. Ben ağır biz burada. Maşını gətirib bura atdıq. Görüm. Maşın biraz deyil. Oho. Gözlə. Ay zibil, yuxarı çıxırdım gül kimi. Pay içmə zibil. Maşın üstünə gəlib çıxmaq olar. Bir dəqiqə maşın üstünə gəlib çıxaq ora. Ay zibil, paz oldu ya bizə. Çıxdı yuxarı. Duvardan uzaklaş deməyəcək bizə. Ay zibil, bu da bura atır bizi. Belə. Gözə görüm. Ağacın üstünə çıxa bilərik. Arxaya bax bir dənə. Ağacın üstünə çıxa bilərik. Çox boş işlərlə məşğuluq. Bu aralar. Amma maşına kirləndi bütün. Gözə görüm. Biraz çox yaxınlaşdırım. Necə maşın üstünə çıxa bilirik biz? Özgəsi bax, o çıxa bilmirdik. Bu görüm. Çıx. Getmir. Ola maşın üstünə adam getmir. Çıxdıq burasına. Amma çox da yuxarı çıxa bilmədik. Get bu tərəfə. Buradan yerə düşməsə yaxşıdır. Buradan yerə düşsə var, düşür yerə yavaş. Ay zibil. Abon üstündədir. Parkur eləyirik. Baxır hələ bizə, sən baxır hələ bizə. Bunun babat bir gizəmi var ha. Sən deyim, babat bir gizəmi var ha. Buradan görüm. Buradan heç nə yox. Bəlkə arxadan girə bilərik ona. Arxadan çıxa bilmir. Bura biz neyniyək? Gərək oradan gəlib uçaq bunun üstünə. Amma burası gərək güclü maşınla da. Gizəmini araşdırarıq. Gələn videoda da hansı maşını və yaxud ev zad almağımı istəyirsinizsə, yorumlarda yazmağı unutmayın. Və yaxud görəvi falan etməyimi istəyirsinizsə, yazmağı unutmayın. Bugünkü videomuzda inşallah bəyənərsiniz. Sağ olun. Like atıb, abunə olmağı unutmayın. Gələn videolarda görüşərik.